Fatimə, sən əməlli yoruldun. Amma narahat olma, az qalıb. Daha sən bu əziyyətin qurtaracaq. Əmə olursan Ozio. Hə, deyirəm bu həftə həkimə gedək. Öyrənə görə uşaq qızdır, yoxsa oğlan? Başa düşmədim. Əlbəttə oğlan olacaq. Bizim nəsildə ancaq oğlan övladı yetişdirirlər. Elə belə oğlan yox, Hündürboy, enli kürək, laydı var. Firə xanım, nə fərqi var? Övlad övladdır da, qız deyə oğlandır. Nə üzr istəyirəm. Ay Firə xanım, sizin nəsildə ancaq oğlan uşağı olursa ya, bu Fatiməni Hacı Leylə gətirib yoxsa qarpızdan çıxıb? Ozio. Ay mama, indi həmişə oğlan olası deyil ki, arada qız da lazımdır da. Necə deyərlər, 7 oğul istərəm, bircə dənə qız gəlin. Ay Fatimə, bu bildim bircə dənə qız gəldi. 7 oğlum mən ancaq birini görmüşəm. O biri 6 nəfər hardadır? Voleybol komandamız var, harada oynadır stulları. Adə, yeməyi ye. Heç olmasa bunu bağlayıb danışma. 5 bacının bir qardaşısan. Bir yox, 2 qardaşı. Nə üçün qardaş? Mənə tanış eləməmsiniz? Türmədədir. Hə, gizdədirsiniz. Firə xanım, nə türmə, nədən danışsan sən? Ozio'dur da mənim ikinci qardaşım. Özdə Ozio elə-belə qardaş deyil ha. Bax, sizin oğlunuz var. Amma nə vaxt sizə gəlirəm, ya ərzaq yoxdur, ya meyvə yoxdur, ya su yoxdur, nəsə çatışmır evdə. Nə edirəm? Girirəm Ozio marketə, sifarişlərimi eləyirəm, yerindəcə çox asan təsdiqləyirəm, Ozio gətirir. Ha, ürəyimi sıxma, qardaş deyilik. Firə xanım çayları üstənə qədər mən sifarişi həll eləyərəm. Narahat olma. Nə deyəm? Gəl. Ozio deyə